video tacizə məruz qalmış və bunu sir kimi saxlayan qadınlar üçündür. Tacizə məruz qalmış deyirəm, bunun zamanı olmaz. Baxımdan ki, bəlkə bu hadisə bu yaxınlarda baş verib, bəlkə illər öncə baş verib, bəlkə zehnin unudub, bəlkə xatirində çox canlıdır. Bu dəqiqə bu vəziyyətin sənin üçün necə olduğunu bilmirəm, amma tək gerçəklik budur. Taciz ağırdır, incidir, psixologiyamızı alt-üst eləyir və yaşadığımız həyata çox kəskin şəkildə təsir edir. Taciz məsələsində bir çox qadının, əslində qadından da ziyadə insanların, çünki sadəcə qadınlar tacizə məruz qalmırlar, xüsusən uşaq olaraq biz oğlan ya da qız olmağımızdan asılı olmayaraq tacizə məruz qala bilirik. Bu çox gizlədilən bir haldır. Taciz şəklində deyilir, amma bu bir çox hallarda təcavüz belə ola bilir. Yəni 5 yaşında uşağa, 3 yaşında uşağa, yenə deyirəm, qız və ya oğlan olmağından asılı olmayaraq olunan təcavüzlərdən də söhbət gedir. Bu mövzu çox tətikləyici ola bilər sənin üçün, bunun fərqindəyəm. Tacizə məruz qalmış ola bilərsən və yaxud da bunu hardansa eşidə bilərsən, ya da çox yaxın bir insanın tacizə məruz qalmış ola bilər. Bu videonun sənə çox ağır gəldiyinin fərqindəyəm. Əslində də bu səbəbdən səndən danışmaq istəyirəm. Çünki bu mövzu sadəcə sənə indi bunu dinləyirsən deyə ağır gəlmir. Bu sənə ümumiyyətlə ağır gəlir və bunu qəlbində daşımağın çox çətindir. Yəni, bu bir insanın daşıya biləcəyi bir şey deyil çünki. Mən bu videoda taciz kəlməsindən istifadə edəcəm, amma dediyim kimi çox ağır hallardan da, yəni təcavüz halından da söhbət gedə bilir. Birincisi, bunu bilməyi istəyirəm. Bunu gizlədirsən iki səbəbdən. Birincisi, psixologiyan bunu qaldırmır. Yəni, bu sənə o qədər ağır gəlir ki, psixikan özü-özünü qoruyur və sanki belə bir hadisə olmayıbmış kimi davranmağa başlayır. Bir növ həmin hadisəni ignor eləyir, blok eləyir, hadisə olmamış kimi davranırsan. Bu birinci səbəb olur adətən. Daşıya bilmədiyimə görə kənarda saxlayıram və indiyə həyatıma fokuslamağa çalışıram. Burada ikinci bir məsələ var. Adətən taciz məsələləri tacizə məruz qalan insanı qorumaq adı altında gizlədilir. Çünki bu o qədər ayıblanır ki, yəni mən buna məruz qalmışamsa, məndədir problem. Məsələ mənəm, səbəbkar mənəm, günahkar mənəm və ayıblanmalı insan mənəm, mən rüsvay olmuşam. Və bu səbəbdən nə edirik? Sanki bu bizim qəbahətimizmiş kimi, bu sənin qəbahətinmiş kimi bu mövzunu bağlamağa çalışırsan ya da ailən bir şəkildə bu mövzunu bağlamağa çalışır, hansı ki çox acınacaqlı halda. Çünki tacizə məruz qalan deyil, tacizə məruz qoyan utanmalı, ayıblanmalı, qəbahəti olan tərəfdir. Yenə təkrarlayıram bunu. Sən tacizə məruz qalmısan deyə, burada sənin heç bir günahın, səhvin yoxdur. Bilirsən nəyə görə belə düşünürsən? Sanki sən səbəbsənmiş kimi, sən günahkarsanmış kimi. Çünki beynin, zehnin başqa cürəsini qəbul edə bilmir. Yəni mənə bu olundu, bunu o qədər ağlına almır ki və o qədər çarəsiz, gücsüz hiss edirsən ki, tacizə məruz qalmaq da tam belə bir halda yox. Yəni biri sənə bilmədiyin, anlamadığın və yaxud da heç gözləmədiyin bir hərəkət edir. Bu o qədər ağırdır ki, nəticə olaraq nə edirsən? Özünü günahlandırırsan. Çünki özünü günahlandırmaqla baş eləmək daha rahatdır. Nəinki burada mən tacizə məruz qalmışam və özümü qoruya bilməmişəm ya da məni qoruya bilməyiblər və bu mənim başıma gəlib və mən çox gücsüz hiss eləmişəm ya da çox aciz hiss eləmişəm. Hətta sonrasından özünü qoruya bilsəm belə, bura gəlmək, bunu səsləndirmək çox ağır olur. Hətta bunu səsləndirmək o qədər ağır olur ki, sən məsələnin məsuliyyətini öz üstünə götürüb, sanki bunu qarşı tərəf deyil də sən eləmisənmiş kimi belə bir yerdən davranırsan. Taciz eləyən insanlar adətən deyirəm, yəni taciz elədiklərinin yanlış olduğunu düşünmürlər. Yəni bunu o qədər bir yerlərdə normal qəbul edirlər, öz zehinlərində o qədər çox normallaşdırırlar ki, sən də bunu bir yerlərdə sanki normalmış kimi qəbul etmək məcburiyyətində hiss edirsən özünü. Və təbii ki, nə taciz, nə təcavüz, bunların heç biri normal deyil. Bunlara məruz qalmaq normal hal deyil.
çox böyük bir travmadır və burada qarşıdakı tərəf onsuz da qanunən də məsuliyyətə cəlb olunmalıdır, cəlb olunur. Amma mən indi işin o tərəfində deyiləm, psixologiya tərəfindəyəm, sənin psixologiyan tərəfindəyəm. Tacizi normallaşdırmağa çalışan bir yanın var. Hətta özünü taciz məsələsində günahlandırmaq belə o duyğuları daşıya bilmək üçün, onun bir növ ağırlığını almaq üçün bunun özü belə taciz hadisəsinin zehnində normallaşdırmaq üçün baş verir. Normallaşdıra biləsən ki, daşıya biləsən. Və yaxud da məni seçdi taciz üçün. Deməli, mən buna layiqəm. Yox, sən buna layiq deyilsən. Taciz edən insanlar qarşısına gələnləri seçirlər. Yaşına baxmırlar, münasibət şəklinə baxmırlar, kim olduğundan maraqlanmırlar. Bunu paylaşmaq, səsləndirmək çox çətindir, ağırdır çünki bu fakt. Amma xüsusən uşaq vaxtı tacizə məruz qalan uşaqlar çox yaxın ailə üzvləri tərəfindən tacizə məruz qalan insanlar olur, uşaqlar olur. Bu ola bilər sənin xalanın oğlu, bu ola bilər sənin öz atan, bu ola bilər sənin qonşun, hansı ki ailə münasibətləri var, gediş-gəliş var və heç kim ondan elə bir hərəkət gözləməz. Bu ola bilər sənin əmin, bu ola bilər sənin bacın ya da qardaşın, bu ola bilər sənin dayın, xalanın yoldaşı, xalan. Yəni ağlına gələ biləcək hər kəs, bu adam bunu eləməz dediyin, deməyəcəyinə inanmaq istədiyin hər kəs taciz edə bilər. Bax, bunu səsləndirmirəm. Ətrafındakı hər kəs güvənilməzdir və heç kəsə güvən olmaz və hər kəs taciz edə bilər. Hər kəsin belə bir potensialı var. Söhbət bundan getmir. Amma taciz edən insan adətən ən yaxınlarımızda olan və bu adam bunu eləməz dediyimiz insanlar olur. Nəyə görə belə olur bilirsən? Adətən niyə belə olur? Çünki bu adamlar onsuz da sənin güvənini qazandığına görə bu adamlardan heç kəs şübhələnməyəcək, bu adamlar cəza almayacaq. Yəni bu adamlar taciz edən insanlar qurban seçərkən bunu nəzərə alırlar. Bəzən şuurlu şəkildə, bəzən şuurkənarı şəkildə. Kim acizdirsə, kim çarəsizdirsə, kimin valideyni onu müdafiə eləməyəcəksə və yaxud da kimin valideyni düşünəcək ki, bu adam bunu eləməz, yəni uşağa inanmayacaqsa, öz uşağına inanmayacaqsa, bu adamlar adətən bu insanları seçirlər. Yəni, taciz məsələsini xatırlayarkən çarəsiz və aciz hiss eləməkdə çox haqlısan. Çünki həqiqətən də belə olduğuna görə, yəni bunu gördüyünə görə əslində bir yerlərdə də səni seçmişdi. Amma bu səni dəyərsiz birmi eləyir və yaxud da bu səni hər hansı bir şəkildə əksik birmi eləyir? Yəni bu səbəbdirmi sənə taciz olunsun? Qətiyyən yox. Tacizə məruz qalmaq, təcavüzə məruz qalmaq həmçinin yaşından asılı olmayaraq çox ağır travmatik hadisədir. Bunun altından xətt çəkmək istəyirəm. Bu sənin başına gəlib, sən buna məruz qalmısan, çox ağır bir hadisə yaşamısan. Bunu həzm eləmək asan deyil. Mən bu hadisəni yaşamışam demək asan deyil. Bu hadisəni yaşayan biri olaraq həyatına davam eləmək asan deyil, normal bir şəkildə. Yenə deyirəm, bu səbəbdən onsuz da psixikan bir şəkildə baş edir və sanki olmayıbmış kimi davranaraq, yəni normallaşdıraraq həyatına davam edə bilirsən. Amma ağlının bir küncündə həmişə qalır. Bəlkə heç vaxt heç kimlə paylaşmadığın hekayən var ya da hekayələrin. Mən təcrübəmdən görmüşəm ki, insanların işlədiyimdə gözlədiyimizdən çox insan əslində tacizə məruz qalıb. Amma insanlar bunu səsli şəkildə səsləndirmirlər. Mən bunu yaşamışam demirlər. Və bu kifayət qədər üzücü bir haldır. Bunun fərqi var ki, sən bunu hansı yaşında yaşamısan? Tutaq ki, uşaq vaxtında bunu yaşamısansa, bunu səsləndirməməyinin bir neçə səbəbi var. Birincisi, uşaqlara cinsiyyət orqanlarının adları adətən bizim cəmiyyətdə öyrədilmir. Hansı ki, çox böyük yanlış olduğunu düşünürəm bunun. Uşaqlara cinsiyyət orqanlarının elmi adları öyrədilməlidir. Çünki uşaq bir cinsiyyət orqanına sahib olduğun, onun bir adı olduğun, onun nə qədər məhrəm olduğun, nə qədər şəxsi olduğun, nəinki cinsiyyət orqanının, bədəninin əslində. Bunlar öyrədilməlidir. Amma bir çox valideyn bunun üzərindən keçir və uşağın zehnində bədəni ilə bağlı, cinsiyyət orqanı ilə bağlı bəlli bir konsept, bir bəlkə sistem, bəlkə bir izahat olmadığına görə uşaq cinsi istismara və yaxud da tacizə ya da təcavüzə məruz qaldığı zaman bunu necə adlandıracağını, bu hekayəni necə danışacağını bilmir. Çünki o heç özü də başa düşmür ki, nə baş verir. Biri mənə toxunub, amma yəni zehnimdə bunun qarşılığı olan bir söz, bir ifadə, bir cümlə yoxdur. Çox yenidir bu. İlk cinsəl təmas bu şəkildə olduğuna görə sonralar da cinsi əlaqə, cinsəllik sənə çox fərqli şəkildə görünə bilir.
Bəlkə vaginizm olur, bəlkə ereksiya olmur, bilmirik. Müxtəlif şəkillərdə təsir edir, amma ən böyük səbəblərdən biri budur. Uşağın zehnində buna aid bir konseptin olmamağı. İkinci bir məsələ var. Uşaq valideynin ona olan hücumundan qorxur. Yəni əslində sən uşağa başqa məsələlərdə necə davranmısansa, bir valideyn olaraq uşaq digər məsələlərdə də, digər çətinlikləri də o şəkildə qarşılayır. Yəni sən bir məsələdə uşağı başa düşməmisənsə və ona hücum eləmisənsə, anlayışlı bir yerdən yanaşmamısansa, uşaq cinsel bir istismara məruz qaldığı zaman düşünmür, yəni anam məni qoruyacaq, atam məni qoruyacaq deyə düşünmür. Mənə hücum eləyəcək, məni günahlandıracaq deyə düşünür. O zaman mən bunu ümumiyyətlə paylaşmayım. Çünki özüm də bəlkə bilmirəm nə baş verir və bəlkə də bilirəm, amma yəni məni ayıplayacaqlar. Ona görə mən bunu sir kimi saxlamalıyam və heç nə olmamış kimi davranmalıyam. Çox təəssüf olsun ki, bu hal çox geniş yayılıb və məhz bu səbəbdən bir çox taciz halları davamlı şəkildə, hətta mən deyərdim ki, illər ərzində davam edə bilir. Çox təəssüf ki. Yəni bunu nəyə görə səndən paylaşıram? Burada məsələ sən uşaqla necə davran, məncə o başqa videonun mövzusudur. Sən valideynə güvənmisənmi kifayət qədər bu mövzunu açmaq üçün? Valideynin sənə necə davranırdı? Bəlkə həmin valideyn dünyanı yandırardı bu xəbəri bilsəydi, amma çox təəssüf olsun ki, sistemimiz yəni bu şəkildə işləyir. Bizə necə davranırlarsa, zehnimiz o dinamikanı alır deyək, münasibət şəklini və digərlərinə də yönləndirir. Yəni mənə bunda belə davranıbsa A məsələsində, B məsələsində də belə davranacaq deyir. Çünki uşaq cinsel bir istismarla, tutaq ki, yeməyimi yeməmişəm, qabımı dağıtmışam və anam çox əsəbləşib. Bunlar arasındakı fərqi o qədər də yaxşı başa düşmür. Bu ikinci səbəbdir ki, biz nəyə görə valideynlərimizə açmırıq məsələni. Burada üçüncü bir məsələ var, hansı ki, mənim çox təəssüf elədiyim bir vəziyyətdir. Valideynlər uşaqların qorumurlar. Bunun da əslində bir neçə səbəbi var. Mən əsas iki nöqtəyə burada toxunmaq istəyirəm, çünki onları çox daha vacib hesab edirəm. Birinci nöqtə budur. Valideynlər fikirləşirlər ki, bu taciz məsələlərinin, təcavüz məsələlərinin həlli ya ağ olmalı, ya qara olmalıdır. Yəni taciz ya da təcavüz məsələsi varsa, bunun haqqında ümumiyyətlə danışılmamalıdır. Necəsə ört-basdır olunmalıdır, ya da ölüm itim olmalıdır. Yəni bunun bir orta yolu yoxdur. Çünki valideyn də bu qız uşağının gələcəyi var deyib bunu ört-basdır eləməyə çalışır. Nəticə olaraq bu qız uşaqları çox böyük bir güvənsizliklə böyümüş olurlar. Çox böyük bir günahkarlıq hissi ilə böyümüş olurlar. Çox böyük bir özlərinə olan nifrətlə böyümüş olurlar. Yəni sən uşağını tam olaraq nədən qoruyursan, bu işin birinci hissəsidir. Halbuki bunun orta yolu tacizə məruz qalan deyil, taciz eləyən günahkardır və valideyn ağ ya da qara olmadan orta bir yol olaraq balanslı bir şəkildə öz uşağını qoruya bilər. Bunun mən düşünürəm ki, həll yolu hər kəs üçün çox müxtəlifdir. Bunun qanun qayda hissəsi var, yəni dövlətin qanunvericiliyində bununla bağlı maddələr var və qanun çərçivəsində bunun cavabı verilə bilər. Və bununla bərabər sən onsuz da bu məsələni bildirdiyin zaman, taciz edən insanları cəzalandırdığın zaman əslində o insanı utandırırsan, ayıplayırsan, cəmiyyətdə bunu bildirirsən. Nəticə olaraq yəqin ki, düşünmürsən ki, sənin uşağını taciz edən adam sadəcə sənin uşağını taciz eləyib və yaxud da eləyir. Başqalarının uşaqlarını da eləyir əslində, ya da başqa insanları da eləyir. Yəni bu adam çox təhlükəli adamdır. Mental olaraq zehniyyəti yerində olan bir insan deyil. Biz buna pedofiliyanı daxil eləyə bilərik. Biz buna çox şey daxil eləyə bilərik. Oralara çox da girmək istəmirəm. Zehniyyəti yerində olan insan deyil. Və bu insan zərər verə bilən insandır. Və sən əslində burada sadəcə uşağını qorumursan, bu insanı tanıdaraq digər insanları da qorumuş olursan. Bu da işin digər hissəsidir. Sənin perspektivinə gəlmək istəyirəm əslində. Valideynin səni qoruyubmu? Yəni bunu soruşmuram. Sən inanırsanmı valideynin səni qoruyardı yoxsa yox? O başqa bir məsələdir. Amma valideynin bu hadisəni bilib və səni qoruyubmu? Valideynin səni qorumağı necə olub? Və yaxud da valideyn səni qorumayıbsa, bu səndə hansı halları yaradıb? Yəni bilir, amma qorumur. Burada biz danışırıq utancdan. Yəni çox böyük bir utancdan söhbət gedir, böyük bir günahkarlıqdan söhbət gedir. Bu duyğular necədir səndə? Mən bilirəm bu yerlərə baxmaq çox çətindir. Bunun fərqindəyəm, bu yerlərin nə qədər ağır olduğunun fərqindəyəm. Bununla bərabər tək olmadığını bilməyini istəyirəm. Düşündüyündən çox, amma çox sayda uşaq bu
tacizə, təcavüzə məruz qalıb və qadınlar, yəni bu sadəcə uşaq vaxtında oldu, bitdi olan bir məsələ deyil. İndi belə bu hallar davam edir. Yəni heç gözləmədiyin insanlar tərəfindən də qadın olaraq tacizə məruz qala bilərsən. Keçən dəfə məsələn dünyanı gəzən bir cütlük var, velosipedlə gəzirlər. Azərbaycana gəlib və Azərbaycanda yaşlı bir kişi öz yoldaşının yanında, yəni qadının yoldaşının yanında çox nalayiq hərəkət eləyib qadına. Bilmirəm, sosial mediada görmüsünüzmü bunu yoxsa yox və yaxud da sənin yoldaşın, yəni evlənirsən və yoldaşının nə bilim qardaşı ya da əmisi oğlu sənə yan gözlə baxa bilər. Burada bir şey bilməyini istəyirəm. Həyat bizim düşündüyümüz kimi güllük gülistanlıq bir yer deyil. Həyatda çox gözəl şeylər var və bununla bərabər həyatda gözümüzün açıq olmağı şərtdir. Uşağımızı qoruyarkən, özümüzü qoruyarkən, yəni sən heç nədən bu dəqiqə üçün sığortalanmamısan. Bu çox təhlükədəsən və yəni stres altında olmalısan. Bu mənada bunu qətiyyən səsləndirmirəm. Sadəcə gözünün açıq olmağını istəyirəm. Və artıq yetişkinsən, tacizə məruz qalmısansa bununla bağlı kömək ala bilərsən. İndividual terapiyaya get. İndividual terapiyaya getməyə hazır deyilsənsə bu və ya digər səbəbdən özündən görüşürəm yönləndirməsini elə. Yəni orada özünlə bir görüş, özünlə görüşürəm yönləndirməsində həmin bu utanc duyğusu ilə işləyə bilərsən. Özünlə görüşürəm yönləndirməsi haqqında da playlisti bura bir yerlərə yerləşdirərəm. Sualların cavab tapması üçün necə əldə edə bilərsən, onu da şərtlə yerləşdirərəm. Yəni bununla bağlı bu və ya digər şəkildə kömək al. Bir şey daha var. Düşünmə ki, məsələn, psixoloqlar mənə taciz eləməz, həkimlər mənə taciz eləməz. Necə ki, sən öz əmin oğlundan gözləmirsən sənə taciz eləyə bilər. Eyni zamanda sən haqlı olaraq, yəni normal insan psixologiyasında sən psixoloqunun da ya da müdirinin də sənə taciz göstərməyini düşünmürsən. Ona görə yetişkin insansan, gözün açıq olsun. Gözün açıq olsun və bax. Heç gözləmədiyin anda tacizə məruz qala bilərsən. Şok olaraq bunu keçirə bilərsə, yəni nə baş verdiyini anlamağın saniyələr ya da dəqiqələr çəkə bilər həmin anda. Reaksiya verə bilərsən, özünü qoruya, təbii ki də özünü qoruya bilərsən, amma bu dəqiqələr sonra belə ola bilər. Yenə də burada səndə günah yoxdur. Çünki sinir sistemin o qədər algılanmır ki, o qədər şokdadır ki, sən ayılıb özünü müdafiə edənə qədər müəyyən proseslər baş vermiş ola bilir. Və burada sənin günahın, səhvin, yanlışın əsla və əsla yoxdur. Bunu bilməyini istəyirəm, bunun üzərindən dəfələrlə keçmək istəyirəm. Ona görə individual seansa da girdiyin zaman hər hansı bir şey, yəni bu psixoloq, həkim, başqa şeylər, yəni yenə deyirəm, yetişkin insansan, bəli uşaq vaxtı özünü müdafiə edə bilmirdin, amma indi özünü müdafiə edə biləcək gücdəsən. Birincisi gözün açıq olsun. İkincisi, təcavüzə ya da tacizə uşaq vaxtında ya da digər yaşlarında məruz qalmısansa, bununla bağlı kömək al. Bu çox ciddi vəziyyətdir və səni içdən içə yeyən vəziyyətdir. Başqa bir məsələdə sənə danışmaq istəyirəm. Uşaq cinsəlliyi dediyimiz bir period olur. O periodda uşaqlar öz cinsəl orqanlarını, öz cinsəlliklərini təbii ki, uşaq olaraq kəşf eləməyə çalışırlar. Buna maraqlıdırlar. Bu səbəbdən yaşıd uşaqlar ya da bir-birlərindən 2 yaş, 3 yaş aralığı olan uşaqlar ya da daha da böyük ola bilər. Bu uşaqlar bir-birləri ilə oynadıkları zaman içində cinsəlliyi daşıyan oyunlar da oynaya bilirlər. Bunu nəzərə al. Buna məruz qalmısansa ya da bunu eləmisənsə, bunun özü də başqa bir prosesdir. Bu da danışılmalıdır, bunun da üzərinə düşünülməlidir. Amma bu taciz deyil. Yəni uşaq cinsəlliyini kəşf eləmək, yenə deyirəm, bu da çox ağırdır. Amma uşaq cinsəlliyinin kəşfi ilə birinin sənə qəsdli bir şəkildə taciz eləməyi çox fərqli bir şeydir. Və yaxud da uşaq 4 yaşındadır və nə bilim, əgər ona 14 yaşındakı biri müdaxilə edirsə cinsəl olaraq, bu və ya digər şəkildə, da uşaq oyunlarından söhbət gedə bilmir. Niyə? Çünki 14 yaşındakı yeniyetmə, yəni kifayət qədər artıq ağlı başında olan bir yeniyetmədir. Neyin nədiyini bilən, nəyin yanlış, nəyin doğru olduğunu bilən bir adamdır. Amma məsələn 4 yaşındakı uşaq bunu hələ ki dərk eləmir. Ona görə bu proses 4-6 yaş arasında tutaq ki baş verirsə uşaqlar arasında. Bu daha çox oyuna girir. Yəni bu tacizdən ayrıdır. Amma bunun özü də çox ağır prosesdir. Bunun özü də çox ağır psixoloji izlər qoya bilir. Çünki uşaq bunu sonradan dərk elədiyi zaman özünü çox günahlandırır. Yenə deyirəm, nəyin nə olduğunu anlamaq üçün həmin proseslərin içinə baxmaq lazımdır.
mütləq şəkildə iç dinamikalarına baxmaq lazımdır. Burada artıq psixoloq köməyi şərtdir deyə düşünürəm. Mənim individual seanslara, belə deyim, yerim yoxdur hazırda. Qeydiyyatım bağlıdır, çünki çox sayda gözləmə listim var. Sırf mənlə işləmək istəyirsənsə, aşağıda şərhə yerləşdirərəm veb saytımı, veb saytımdan keçid eləyib mənlə başqa şəkillərdə necə işləyə bilərsən, bunu görə bilərsən. Amma bunlar çox həssas mövzulardır və bu mövzularda mütləq şəkildə professional olaraq işləyən həmkarımdan dəstək almağını vacib hesab edirəm. Yenə də bu yerə qayıtmaq istəyirəm. Taciz, təcavüz, cinsəl istismar kifayət qədər ağır yerlərdir. Psixologiyamızda kifayət qədər ağır yaralar qoyurlar və buna məruz qalmısan, həyatda heç kim heç nə sığortalanmayıb. Amma bundan ibarət deyilsən. Çünki psixologiyanın altdan həm də bu səslər ola bilər. Mən buna məruz qalmışamsa, deməli mən kirliyəm və mən yaxşı həyat yaşamamalıyam. Özümü yaxşı şeylərə layiq görmürəm, tutaq ki. Amma əlaqəsi belə yoxdur. Bu səbəbdən çox vacibdir ki, kömək alasan və həyatını bu şeyləri yaşamağına rəğmən sağlam şəkildə, rahat şəkildə, huzurlu şəkildə və xoşbəxt şəkildə davam elətdirə biləsən. Mən buradayam, biz buradayıq, xüsusən qadınlar olaraq. Bu videoya baxandan sonra nəinki kömək almaq, bəlkə bunu kimlərlə də paylaşmaq istəyə bilərsən. Adətən belə ssenarilərdə gördüyümüz hissə olur. Qarşı tərəfdə nələrsə sənlə paylaşır. Amma bir bax, bunu paylaşmağa hazır hiss edirsən, rahatsan. Çünki bu o qədər həssas məsələdir ki, hamı ilə hər şəkildə paylaşılmaz. Sən özünü hazır hiss elədiyin zaman, bununla işləyib hazır ola bilərsən və yaxud da ümumiyyətlə, hazır hiss elədiyin zaman öz hekayəni aç. Burada cəzalanmalı olan, bunun cəzasını çəkən sən deyilsən, çünki sən olmamalısan. Özünü ona məhkum buraxmağını istəmirəm. Bugün dayanaq burada. Bəlkə gələcəkdə bununla bağlı başqa videolar da çəkərəm. Daha fərqli, belə deyək, tərəflərə baxa bilən. Amma hazırda bundan kifayətlənək. Özünə yaxşı bax, gözəl həyatlar.